çalışın, birinci məyus olmayın. Yəni, üzülməyin ki, məsələn, adam bəzən niyə belə düz istədiyim kimi getmir, ruhdan düşür. Mən öncə məyus olmayın, cavanlara tövsiyəm budur. Nikbin olun, davam edin yolunuzu. Yorulmayın, qorxmayın. Davam edin, həyat davam edir. Yəni, durun ayağa hərəkət edin. İnşallah, inanın Allaha ki, bu səyləriniz, zəhmətləriniz cavabsız qalmayacaq. Ola bilər, siz indi gözləyirsiniz nəticəni, bir vaxt nəticələri görəcəksiniz. Zamanı çatmalıdır, vaxtı çatmalıdır. Yəni, belə ki, o vaxtı, vədəsi yetişəndə o etdiklərinizin mükafatlarını da görəcəksiniz, zövq alırsınız. Bəzən elə vəziyyətə düşəcəksiniz ki, orada köməyə çox ehtiyacınız olacaq. Orada Allah nə edəcək? Əlvizən tutacaq. Buyurur, yərzuq min heysu la yəhdəsib. Güman eləmədiyin yerdən bir ruzu göndərəcək. Güman eləmədiyin yerdən bir qapı açacaq. O, əslində sizin bugünkü zəhmətlərinizdir, səylərinizdir ki, artıq nəticəsini verdi. Nəticəsini verdi. Güman eləmədiyin yerdən qapı açanda kimi görsən? Allahı görsən.